Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizlərlə qaymaqlı kremi ilə ağızda əriyən, dadından doymayacağınız çox dadlı, möhtəşəm görüntülü Spartak tortu resepti paylaşacağam. Əvvəlcə bişmiş kremini hazırlayaq. Bunun üçün divarları altı qalın olan bir qazana 1 ədəd yumurta, 1 stəkan şəkər tozu, 1 paket vanil, 2 dolu yemək qaşığı un və 1 dolu yemək qaşığı qarğıdalı nişastası əlavə etdim. Üzərinə südü az-az əlavə edəcəm. Əvvəlcə 1 stəkan süd əlavə edib çırpıcı ilə un tamamilə içində həll olana qədər qarışdırdım. Daha sonra 1 stəkan yarım təkrardan süd əlavə etdim. Ümumilikdə yarım litr süddən istifadə etdim. Kütləni ocağa yerləşdirdim. Orta odda əlimi saxlamadan davamlı olaraq qarışdırmaqla qatlaşana qədər bişirirəm. Artıq gördüyünüz kimi qatılaşır və çırpıcının izləri kremdə bilinməyə başlayır. Təxminən 30 saniyə ərzində bu şəkildə qaynadıb ocaqdan götürdüm. Üzərinin qaysaq bağlamaması üçün əlavə bir şüşə qaba boşaldıb, üzərini streç film və ya pinqvin paketlə örtüb otaq temperaturunda soyumağa qoyacağam. Soyuyandan sonra soyuducuya da yerləşdirə bilərsiniz. Keçək xəmirini hazırlamağa. Bunun üçün əvvəlcə bir qaba 4 stəkan unu ələkdən keçirib əlavə edirəm. Üzərinə 3 dolu yemək qaşığı kakao əlavə edib yaxşıca qarışdırıb hələlik kənara qoyacağam. Başqa bir qabda 3 ədəd yumurtanı yaxşıca qarışdırıb onu da hələlik kənara qoyuram. Daha sonra istiliyə davamlı olan yoğurma qabına 1 stəkan şəkər tozu, 150 qram kərə yağı və 3 yemək qaşığı bal əlavə edirəm. Çox vaxt rəylərdə yazırsınız ki, balı qaynatmaq olmaz, bişirmək olmaz. Mən ona görə süni baldan istifadə etdim, dadında heç bir dəyişiklik olmur. Su tökərək qaynatdığım qazanın üzərinə qabı yerləşdirdim. Elə etmək lazımdır ki, qazandakı su qaba dəyməsin. Və buxarın istiliyi ilə yavaş-yavaş yağ əriməyə başladı. Bu şəkildə yağ tamamilə əriyəndə üzərinə 1 çay qaşığı soda əlavə edib təkrardan qarışdırıram. Təxminən 1 dəqiqə yarım soda ilə qarışdırandan sonra üzərinə yumurtanı az-az əlavə etməklə dayanmadan qarışdırıram. Bu vaxt mütləq dayanmadan qarışdırmaq lazımdır ki, yumurta kütlənin içində bişməsin. Və təxminən 30 saniyə ərzində də bu şəkildə qarışdırdım. Gördüyünüz kimi kütlənin üzəri ağarır və ocaqdan götürdüm. 1-2 dəqiqə ilk istilik getdikdən sonra üzərinə unu az-az əlavə edirəm. 3 dəfə olmaqla mən əlavə etdim unu. Əvvəl çırpıcı ilə qarışdırdım. Daha sonra spatula ilə qarışdıracağam. Qarışım isti olmalıdır və unu əlavə edərkən də xəmir də isti şəkildə olmalıdır. Ələ yapışacağı üçün əvvəlcə spatula ilə qarışdırdım və artıq xəmir ilıqlaşıb ələ daha az yapışacaq. Gözəl elastik bir xəmir əldə olunmalıdır. Və xəmirin yağlılığı olduğu üçün ələ də qətiyyən yapışmır. Formasında göstərim, belə bir formada olmalıdır. Xəmir hələ də ilıqdır. Dəzgaha çox az un səpib, xəmiri dəzgahda topalayıb uzunsov formaya gətirdim və 10 eyni bərabər hissəyə bölürəm. Yuxaların eyni qalınlıqda bərabər olması üçün mən tərəzidən istifadə etdim. Hər kündənin ağırlığı 102-104 qram arasında dəyişir, amma siz gözəyarı da olaraq bölə bilərsiniz. Böldüyüm hissələri kündələyib bir boş qaba yığdım. Üzərində də streçlə örtüb soyuducuda təxminən yarım saat 40 dəqiqə ərzində dincəldəcəm. Artıq kündələr tamamilə soyuyub və bir qədər də bərkiyib və kündənin birini götürərək yaymağa başlayacağam. Dəzgaha lazım olduqca un səpdim. Kündəni əvvəlcə əlimlə açdım, daha sonra üzərinə un səpərək oxlovla yayıram. Diametri 24 sm olan qəlibdən bir qədər çox yaydım. Oxlovla gördüyünüz şəkildə büküb yağlı kağızın üzərinə sərib, əvvəlcədən qızdırdığım 170 dərəcəli sobada alt-üst rejimdə 5-6 dəqiqə ərzində bişirdim. Bişmə vaxtı daha qısa ola bilər, nəzarətdə saxlamalısınız. Eyni qayda ilə digər kündəni də yaydım. Yapışmaması üçün undan lazımı qədər istifadə edə bilərsiniz. Eyni qayda ilə yağlı kağızın üzərinə yuxanı yerləşdirib sobada bişirdim. Xəmir bişərkən yığıla biləcəyi üçün mən hər zaman qatların kənarını bişəndən sonra kəsirəm, amma siz istərsəniz bişirməmişdən əvvəl də kəsə bilərsiniz. Korurun necə gözəl alındığını da göstərim. Gördüyünüz kimi içi göz-gözdür. Kənarında olan artıq qırıntılar yığıb hələlik kənara qoydum. Üzəri üçün ovuntu edəcəm.
və korjumuz da bu şəkildə yumuşaqdır. Amma onu deyim ki, bir qədər çox sobada saxlasanız, korjlar daha da bərk olacaq. Bərk olmağı sizi narahat etməsin, tək yanmasın. Bərk olsa belə krem onu yumuşaldacaq və nəticədə gözəl tortunuz əldə etmiş olacaqsınız. Korjları hələlik kənara qoyub soyuducuda gözlətdiyim mişmiş kremi götürərək qarışdırdım. Daha sonra çırpma qabına 2 dolu stəkan qaymaq əlavə etdim. Mən 33%lik qaymaqdan istifadə edirəm və yaxşı-yaxşı qarışdırandan sonra üzərinə bişmiş kremi əlavə edirəm. Bişmiş kremi 2 dəfə olmaqla əlavə etdim. Təkrardan qarışdırdım. Çox qarışdırıb qatı hala gətirmək lazım deyil. Gördüyünüz kimi yumuşaq, xamar, çox gözəl krem əldə olunmalıdır. İstərsəniz qaymağı yağ ilə də əvəz edə bilərsiniz. Amma bu krem o qədər dadlıdır ki, torta da hədsiz yaraşdı. Hətta zövqə görə kremə qatlaşdırılmış süd də tökmək olar. Sadəcə şirin olduğuna görə mən istifadə etmədim. Şirin sevirsinizsə siz əlavə edə bilərsiniz. Artıq tortu yığmağa başlayıram. İlk qatını yerləşdirib, üzərinə təxminən 2 dolu yemək qaşığı kremdən əlavə edərək yaxşı yayıram. Tortu yığmaq üçün mən halqadan istifadə etdim, amma bu o qədər də vacib deyil. Daha sonra növbəti qatları yerləşdirərək, eyni qaydada, eyni dərəcədə kremlə əlavə edərək yayıram. Qeyd etdiyim kimi, qatların bəziləri sərt, bəziləri yumuşaq ola bilər. Bu sizi heç narahat etməsin. Ki yanmasın, kənarları çox qızarmasın. O zaman tortunuz yumuşaq alınacaq. Kremdən çox az kənarı üçün də saxlaya bilərsiniz. Üzəri üçün ehtiyac yoxdur, çünki glazur hazırlanacaq. Hər dəfə də əlimlə düzəliş edirəm ki, nahamarlıqlar olmasın. Üst qatını da yerləşdirib, üzərinə krem çəkmədən streçlə örtərək soyuducuda gözlədəcəm. Təxminən 2-3 saat tortun özünü tutması üçün soyuducuda gözlətmək lazımdır ki, glazuru tökdükdən sonra nahamar vəziyyətdə qalmasın. Hətta vaxtınız varsa 5-6 saat və daha çox da gözlədə bilərsiniz. Tortu hazırladım və soyuducuya göndərdim. Kənarından çıxan qırıntıları ovuntu halına gətirib hələlik kənara qoydum. Glazurunu hazırlayacağım. Kiçik bir qazana 2 yemək qaşığı şəkər tozu, 2 dolu yemək qaşığı kakao əlavə etdim. Üzərinə 50 qram, yəni yarım armudu stəkan süd əlavə etdim. Qaşıqla da ölçsəniz 6 qaşıq edəcək. Çırpıcı ilə kakao tamamilə həll olana qədər qarışdırıb, üzərinə 1 yemək qaşığı yağ əlavə edib ocağa yerləşdirdim. Yağ əriyəndən sonra qaynayana yaxın kütləyə 80 qram damla şokoladı əlavə edib, təkrardan şokolad əriyənə qədər qarışdırdım. Kütləni qaynatmadan şokolad əriyənə qədər qarışdırıb, bu şəkildə olandan sonra ocaqdan götürürəm. Üzərinin qaysaq bağlamaması üçün ilıqlaşana qədər tez-tez qarışdıracağım. Tortu da soyuducudan götürdüm. Fikir versəniz, üzəri bərabər deyil. Nahamarlıqlar var. Bunu əlimlə düzəldib, kənarından çıxan artıq kremləri tamamilə təmizləyirəm ki, krem əriyərək glazura qarışmasın. Daha sonra hazırladığım glazuru tamamilə soyutmadan, illıqdan bir qədər isti vəziyyətdə olarkən tortun üzərinə tökdüm. Üzərində boşluqlar varsa boşluqları hamarlayıb, üzərindəki qabarcıqları da iynə ilə partlatdım. Budur artıq, tortun üzəri də hazırdır. Güzgü kimi də gördüyünüz kimi əks etdirir. Hələlik kənara qoyub tamamilə soyuyandan sonra qəlibdən çıxardım və kənarda ayırdığımız kremlə tortun qıraqlarını da hamarlaşdırdım. Qəlibdə qalan kremi mən kənarına çəkdim. Əgər siz qəlibdə hazırlamayacaqsınızsa, mütləq krem kənara ayırmalısınız. Əvvəlcədən xırdaladığım ovuntularla da qıraqlarını örtdüm. Çox az üzərinə də səpdim. Bu qədər artıq çox dadlı Spartak tortumuz hazırdır. Mütləq hazırlanmalı, dadına baxılmalı bir tortdur. Əminəm ki, siz də hazırlasanız çox bəyənəcəksiniz. Üzərinə glazur tökməyib fərqli formada da bəzəyə bilərsiniz, amma glazur xüsusilə yaraşır. Bu tortu mən yumuşalması üçün 6 saat saxlamışdım. Qaymaqlı kremlə də möhtəşəm olurmuş. Mütləq hazırlayıb nəticəni mənimlə rəylər bölməsində paylaşmağı da unutmayın. Bu qədər dəyərli izləyicilər, ətraflı izah üçün videonun vaxtını bir qədər uzun etdim. Amma əminəm ki, bu videoya baxan hər kəs mükəmməl şəkildə bu tortu hazırlaya biləcək. Video sizlər üçün faydalıdırsa bəyənib, daha çox belə videolarımdan xəbərdar olmaq üçün kanala abunə olaraq zınqrov işarəsini açmağı da unutmayın.
Əməyə dəyər verib rəy yazıb, dəstək olmaq üçün videolarımı da paylaşa bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videolarımda görüşmək diləyilə. Sağ olun, Allaha əmanət olun.